2 gün, cəmi 2 gün idi ki, evə heç diqqət edə bilmirdim. İşdən əlaqədar olaraq səhər çıxıb axşam qayıtmalıydım. Dünən səhər yuxudan durdum, həyətə çıxdım ki, Allah göstərməsin. Həyət köçür. Evə girməmiş birinci həyəti yığışdırdım, təmizlədim, süpürdüm, suladım. Mətbəxə keçmək isə axşam vaxtına qaldı artıq. İşdən gələndən sonra bir qismət yeməyimizi hazırlayıb yeyəndən sonra dedim, ya Allah, dur, keç bu işlərin başına, boş oturmaq sənə yaraşmır. Ən acığım gələn iş qab yumaq olduğuna görə birinci qabları, qazanları yuyub ortalıqdan götürürəm ki, görəndə davleniyam qalxmasın. 1 saat yarıma mətbəxi yerli, dibli təmizləyəndən sonra 1 stəkan çayımı töküb qonaq otağına keçmək istədim ki, gördüm orada köçür. Ölmək də xırıldamaq nə deməkdir? Şüarını əlimdə bayraq edərək başladım qış üçün bağladığımız balon bankaları hamısını bayıra çıxardı, foşur yumağa. Dedim, birdən Allah kiməsə insaf verər, padvala yığmaq istəyər, ona görə balon bankalar hazır təmiz vəziyyətdə olsun. Bilirsiniz ki, videoların davamlı olması üçün dəstəyinizə çox ehtiyac var. Hər birinizə təşəkkür edirəm bu başdan. Hələlik.